İndi deyəcəksiniz ki, bu salat evdə dadda alınmaz. Xırçıldayan badımcan salatını ancaq restoranlarda sifariş edib yeməliyik. Düzgün sosda hazırlasaq siz də ən dadlısını eləyərsiniz. İri tumsuz badımcanları soyub uzunsov doğrayıram. Duzlu suda 5 dəqiqə saxlayıram. Qarğıdalı nişastasına hissə verilmiş paprika, biraz da panko qatıb badımcanları bura buluyuram. Əlimlə biraz sıxıram ki, nişasta biraz artıq yapışsın. Yaxşı dağ olmuş yağda hər tərəfli qızardıram. Sorursaz ki, niyə inək taxırsan? Çünki mətbəx ən təhlükəli sahədir. Mən isə gözlərimin qeydinə qalmalıyam. Mən bu salatın at bazasını rukola, tərxun, qara reyhanla eləyirəm. İncə doğranmış yaşıl soğan da səpirəm. Keçək əsas hissəyə. Sweet chili, soya sosu, bal, teriyaki, sarımsaq, limon suyu, istiot, küncüt və zeytun yağı. Yaxşı qarışdırıram və salam sos hazırdır. Bu sos dəfələrlə özümün test edib tapdığım reseptdir. Sousdan göyərtilərə də buluyub, çeri pomidor, sonra isə üzərindən badımcanları yığıram. Ən sonda yenə sosu üzərinə gəzdirirəm və salat süfrəyə hazırdır. İddia eləyirəm ki, Sezar salatından sonra evdə ən dadlısını özüm eləyirəm. Bəs siz ən dadlı xırçıldayan badımcan salatını harda yemisiniz?